Texas A&M Universitetinin minlərlə əcnəbi tələbəsi son günlərdə gərginlik içindədir. Təşviş isə əbəs yerə deyil, çünki təhsil vizaları ləğv edilə bilər. Səbəb federal hökumətin qəfil dəyişdirdiyi miqrasiya qaydalarıdır. Artıq son gündə universitetin 11 əcnəbi tələbəsinin hüquqi statusu ləğv edilib. Bunu Ali Təhsil Ocağının rəsmiləri də təsdiqləyiblər. Yeni sistemə əsasən xarici tələbələr üçün təhsil icazələri qısa müddətli veriləcək. Vizaların yeniləməsi proseduru da çətin olacaq. Ən böyük narahatlıq isə kampusdan kənar işləmə imkanlarının məhdudlaşdırılmasıdır. Bu, həm tələbələrin gündəlik dolanışığına, həm də onların gələcək planlarına ciddi təsir göstərir. Bəziləri artıq təhsilini dayandırmağı da düşünür. Məncə bu həqiqətən pis bir haldır. Bilirsiniz, biz bura A&M-ə sevgi ilə gəlmişik və buranın məqsədi hər bir tələbəni dəstəkləməkdir. Universitet rəhbərliyi də bu vəziyyətdən narahatdır, çünki qaydalar təhsil ocağının beynəlxalq nüfuzuna zərbə vurur. Tələbələr isə sosial şəbəkələrdə qaydalara qarşı "Gəlin qalaq" hashtagi ilə kampaniyaya başladıblar. Ekspertlər də xəbərdarlıq edirlər. ABŞ qlobal miqyasda beyin axınını itirmək riski ilə üz-üzədir. Çünki bu siyasət Birləşmiş Ştatları seçən istedadlı gənclərin yolunu bağlaya bilər. 10 ildən çox miqrasiya hüquqi təcrübəsi olan vəkil Philip Rodriguez də belə düşünür. Onun sözlərinə görə son həftədə telefonuna vəziyyətlə bağlı tələbələrdən çoxlu zənglər gəlir. Tələbə vizasının ləğvi çox nadir baş verir. Bu qeyri-adi haldır. Texas A&M 11 tələbəsi yəqin ki, ölkədə hüquqi olaraq qala bilməz, amma vizanın itirilməsi həmişə statusun itirilməsi demək deyil. Qeyd edək ki, bu qaydalar yalnız Texas A&M ilə məhdudlaşmır, ABŞ-nin bütün universitetlərini əhatə edir. Dövlət katibi Marco Rubio'nun açıqlamasına görə martın sonuna qədər ən azı 300 tələbə vizası ləğv edilib. Təhsil vizasının verilmə sayında da azalma var. Belə ki, Dövlət Departamenti 2023-cü ildə 445 mindən çox təhsil vizası verildiyini açıqlayıb. 2024-cü ildə isə rəqəm 400 minə düşüb. Ruqiyyə Nəcəfli, Humay Cəfərova, Mira TV.